Resulullah sallallahu aleyhi ve sellem buyurmuştur. Mömin ülfət edən, yəni insanlarla xoş rəftar edən kimsədir. Özü yaxşı davranmırsa insanlarla və özü ilə yaxşı davranılmırsa, həmin kişidə xeyir yoxdur. Burada insanlarla deyilir. Yəni, istər müsəlman olsun, istər olmasın, xristiyan olsun və digər dinsiz biri olsun, ateist olsun, fərqi yoxdur. Hamı ilə normal bir qaydada, əxlaq baxımında rəftar etmək lazımdır. Və Ali İmran surəsində deyildiyi kimi 41-ci ayə, Rəbbini çox yad et. Yəni, bu ayədə belə Rəbbini çox yad et, sən hər bir hərəkətinlə, yəni hər bir hərəkətlə müsəlman Rəbbini yad etməlidir. Onun hər bir halında Allah Subhanahu taala qorxusu, Allah Subhanahu taala qarşı sevgi və ona ümid olmalıdır.